Bölgəmizə İran, Amerika, İsrail savaşına gəldikdə isə, bəli, bu savaş artıq 20 gündür. Bugün 20-ci gündür gedir. Mənim açığı ilk gündən proqnozum belə olub ki, bu savaş böyük savaşdır, uzanacaq. Burada müxtəlif müddətlər deyirlər, müxtəlif rəqəmlər səsləndirirlər. Məncə bunlar şərtidir və daha çox ola bilsin konjunkturadır. Hətta bəzən bazar qiymətlərini tənzimləmə üçün atılan addımlardır və s. kimi dəyərləndirilir. Xüsusilə Amerika rəsmilərinin, Trump'ın, onun nazirlərinin bu savaşın davam etməsi ilə bağlı, cəbhədəki vəziyyətlə bağlı açıqlamalar çox ciddi şəkildə bazara təsir edir. Hətta bunun üzərindən pul qazananlar da var. Ona görə də bu geostrateji savaş olmaqla yanaşı həm də geoiqtisadi bir savaşdır. Ümumiyyətlə, bu savaş mən düşünürəm ki, yeni dünya düzəninin qurulmasına xidmət edən bir prosesdir, prosesin bir hissəsidir. Sadəcə olaraq, əgər Rusiya Ukrayna savaşında alan ərazi, deyək ki, Ukrayna ona görə seçilmişdi ki, Avropa məkanında ən böyük strateji dərinliyi olan ölkə Ukrayna idi. Yəni, orada böyük bir savaşı aparmaq imkanları var, müdafiə olunmaq, geri çəkilmə imkanları var və zaten də bu baş verdi. Rusiya əvvəlcə hücum etdi, Ukrayna tərəfi müəyyən qədər dərinliyə çəkilə bildi, o ilkin həmlədən qurtuldu, yəni ilk baskıdan, belə deyək, o pressingdən çıxdı və sonra yavaş-yavaş əks həmlələr başladı və uzun bir savaş, artıq 5-ci il davam edən bir savaş. Bax, məncə İran da təsadüfən seçilməyib. İran da strateji dərinliyi olan bir savaşdır. Yəni, o savaşın bir qolu da Orta Doğuda olmalı idi. Orta Doğuda, məsələn, İsrail, Livan, yaxud da Hizbullah də savaşı, yəni o məkan yoxdur, orada o coğrafiya yoxdur. Livan balaca bir yerdir. Getdilər, vurdular, dağıtdılar, bitdi. Və yaxud da İsrail-Həmas savaşı və yaxud da deyək ki, bu Qəzzada olan savaş, bəzən onu da deyirdilər ki, bu 3-cü dünya savaşı buradan ola bilər falan. O da görürük, bir neçə gün müddət davam elədi, dayandı. Çünki, dediyim kimi, orada da o strateji dərinlik yoxdur. İranın yəni seçilməsi təsadüfi deyil. Və əslində bu böyük dünya düzəni ilə bağlı, yeni dünya düzəni ilə bağlı olan bir məsələdir və əlbəttə burada öncə köhnə dünya, köhnə sistem, köhnə təhlükəsizlik arxitekturası dağılır, pozulur. Baxaq, ən azı bu biz bilirik ki, son 200 il qərb mərkəzli dünyadır. Yəni Amerikanın, Britaniyanın istənilən addımlarında, əməliyyatlarında bir qayda olaraq Avropa ölkələri onların yanında olubdur, yanı başında olub. Fransa, Almaniya, deyək ki, İtaliya və s. Təsadüfi deyil, çünki bir strateji hədəfləri olurdu və təbii ki, ora qoşulanlar da hər biri sonra da öz payını alırdı, öz qənimətini alırdı. Amma baxın, burada indi Trump'ın bütün israrlarına baxmayaraq, Almaniya yaxına gəlmir, Britaniya qoşulmur, Fransa imtina edir. Avropa ölkələri, NATO, hətta mən bugün NATO baş katibinin çıxışına qulaq asdım. O da deyir ki, düzdür biz Amerikanı başa düşürük, dəyərləndiririk, amma hələ NATO ölçür, biçir, qiymətləndirir. Avropa liderləri daha kəsin, daha sərt danışırlar. Onlar deyir ki, bu bizim savaşımız deyil, biz bu savaşı planlaşdırmırıq və yaxud da bu savaşı başlayanda Amerika bizim rəyimizi soruşmuyub, bizə xəbərdar eləməyib, yəni bizim qoşulmamızı istəməyib, bizim orada payçı olmağımızı istəməyib. Ona görə də biz buna qarşıyıq. Hətta Almaniya kansleri biraz da sərt danışır, deyir ki, bu savaş dayanmalıdır. Yəni, o hansı səbəblərdən başlayıbsa, o bizə bəlli deyil və biz düşünürük ki, bu doğru deyil. Yəni, bir formada hətta qınayırlar da. Yəni, birinci dəfədir ki, Amerika bir prosesə qarışır, onun müttəfiqləri onu qınayır. Nəinki qoşulmur, hətta etiraz edir və s.